Salam hörmətli izləyicilərim. Bugün belə bir naxışın toxunmasını istəyirəm göstərim. Çox gözəl naxışdır. Toxunması da çox asan bir naxışdır. Nəyə istəsəz bunu toxuya bilərsiniz. Jiletə, şəketə, svitrə, ya uşaq üçün, ya böyük üçün nə istəyirsiniz toxuya bilərsiniz. Uşaq ədyalına. Sapımdakı 100 qramlıq 350 metrəlik sapdır. Sapım. Bunu İçini toxumaq üçün indi belə bir sapımı götürmüşəm. Bunu indi 8-8 yığırıq ilməkləri. İndi mən burada belə qısa göstərəcəm. 1-2 ilməni göstərəcəm buradan. Bura qədər toxunmasın. 2, 4, 6, 8, 10, 12, 14, 16, 18 ilmək yığacam milimin üstünə. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18. Kənardan 2 dənə tərs yığacam. Ona görə 2 ilmək artıq eləyirəm. 20 ilmək yığıram milimin üstünə. Bunu da buradan kəsirəm. Rezinka toxuyan deyiləm. İndi 200-dən tərs toxuyacam 2 sıra. Birinci ilməyi də toxudum. Birinci sıra olduğuna görə qalan ilməkləri hamısını tərs toxuyuram. Axırıncı ilməyi də tərs toxudum. Bura indi tərs üzüdür. Buradan da bir sıra tərs toxuyuram ilməkləri. İndi düz üzdür. Düz üzdən indi kənar ilməyi götürürəm. Buradan. Bir ilmək də tərs toxuyuram. Kənardan 2 tərs toxuyuram. Buradan indi 4 ilmək düz toxuyuram. 1, 2, 3, 4. 4 ilmək düz toxudum. 1 tərs toxuyuram. İndi arada 1, 2, 3, 4, 5, 6, 7 ilmək toxudum. 1 ilmək tərs toxuyuram. Kənardan yenə 1, 2, 3, 4 ilmək düz toxudum. Bu tərəfdən də 2 tərs toxuyuram.
Arxa üzdən bütün ilməkləri hamısını tərs toxuyuram. İndi düz üzdən əvvəl bu iki tərsi toxuyuram. Sonra buradakı 4 ilmək düz toxumuşdum. İndi 3 ilmək düz toxuyuram. 2, 3 ilmək. Burada tərs toxudum ilmək var. Bu tərs toxudum ilməyin hər tərəfindəki düzü tərs toxuyuram. Bu tərəfindəkini də tərs toxuyuram. Həmin tərs ilməyi düz toxuyuram. Bu yanındakini də tərs toxuyuram. İndi arada 1, 2, 3, 4, 5 ilmək toxudum. Burada 7 ilmək idi düz. İndi 5 ilmək. Burada da tərsim var idi. Bu tərsin bu tərəfindəkini düz toxuyuram. Bu tərs ilməyi özünü düz toxuyuram. Bu yanındakini də tərs toxuyuram. Bu yanında yenə 3 ilməyi düz qalır. 4 idi, indi 3 qaldı. Kənardakı 2 ilməyi də tərs toxudum. Arxa üzdən yenə hamısını tərs toxuyuram. İndi burada yenə əvvəldən 2 düz üzüdür. Düz üzündən əvvəlki tərsləri götürürəm 2 ilməyi. Burada 3 ilmək qalmışdı. İndi 2 ilməyi düz toxuyuram. 1, 2. İndi bu tərs ilmək toxumuşdum. Onun yanındakı ilməyi tərs toxuyuram. Bu ortadakı 3 ilməyi 1, 2, 3 ilməyi düz toxudum. Bir də burada tərs toxuduğum ilmək vardı. Onun bu tərəfindəkini tərs toxudum. Yəni indi aradakı 2, 3 ilmək qalır arada. Bu tərsin bu tərəfindəkini, hər dəfə tərsin yanındakini tərs toxuyuram. Ortadakiləri düz toxuyuram. 3 ilməyi. Buradakı tərsin də bu tərəfindəkini tərs toxudum. Burada 2 düzüm qaldı. Kənardakı 2 tərsi də tərs toxudum. İndi arxa tərəfdən yenə hamısını tərs toxuyuram. İndi düz üzündən yenə bu tərslərin yanındakiləri tərs toxuyuram. Ortadakı ilməklərin düz toxuyuram. Kənardakı 2 tərsi toxuyuram. Dəyişmirəm. Buradan bir ilmək toxuyuram.
Düz. Yanındakini ters toxudum. Bu ortadaki ilmekleri hamısını düz toxuyuram. Sonra bu tərəfdəki tərsin yanındakini də tərs toxudum. Ortada bir ilmek qaldı. Yenə bir tərs. Ortada 1, 2, 3, 4, 5 ilmek. Burada düz toxudum. Sonra bu tərsin bu tərəfindəkini də yenə tərs toxudum. Burada bir ilmek qaldı. Arxadan indi hamısını yenə tərs toxuyuram. İndi düz üzündən yenə kənardakı tərslərimi toxuyuram. Burada bir ilmek qalmışdı. Onu da yenə tərs toxudum. Aradakiləri 1, 2, 3, 4, 5, 6, 7. Bu da 8-ci. Naxış 8 ilməkdən əmələ gəldiyinə görə 8 ilmək oldu. Burada da yenə bu tərslərin üstündəkiləri düz toxuyuram. Hamısını 7 ilmək olur. Düz. Burada bir ilmek qalmışdı. Onu da tərs toxudum. Kənardakiləri də tərs toxuyuram. Arxa tərəfdən indi tərs üzündən hamısını tərs toxuyuram. Şimdi burada kənardakı ilməkləri toxuyuram. Burada ilməkləri indi düz toxuyuram. 1, 2. Bu ortadakı, tən ortadan birinci başladığım tərs. Onun yanına birini də toxudum. Birində toxumuşam buradan 3 ilməyi, 2 ilməyi. 2 ilmək də bu tərəfdən qalır. Ortadakı ilmək hara düşdü? Bura düşdü. Bir ilmək də toxuyuram. Ortada 3 ilmək saxlayıram. Bir artırma eləyirəm. Bu ortadakı, tən ortadakı ilməklə 4-cü ilmək. Bu ilə bunu yerini dəyişirəm. İkisini. Sonra bunun yanındakı ilə 3-ündən bir ilmək çıxardıram. Sonra bir artırma eləyirəm. Burada artıq əksilmə olmur. Yəni kəsdim, 3 ilməkdən birini çıxardım, hər tərəfindən birini artırdım. İndi yenə buradan 1, 2, burada da ortadakı ilmək bura düşür.
Bunu indi bu tərəfindən bir ilmək artırıram. Bu ortadakı ilməklə bu ilməyin yerini dəyişdim. Sonra bu yanındakı ilməyi də götürürəm. Üçündən bir ilmək çıxardıram. Bir artırma eləyirəm. Sonra yanındakiləri yenə düz toxuyuram. Kənardakı da tərs toxudum. Elə bir buradan birinci ilməyi hardan başlamışamsa tərs. Onun üstündəki ilməyi ortaya salırıq. Hər tərəfindən birin artırma eləyirik. Bir dənə də toxuyuruq. İndi arxadan tərs üzündən hamısını yenə tərs toxuyuram. Formada. İndi burada təzədən bir sıra da göstərəcəm necə başlayırıqsa. Təzədən 2 tərsi toxuyuram. Yenə burada 4 necə başlamışdıqsa birinci sırada 2, 3, bu boşluğun üstündəkini də 4. Burada ortadakı olan ilməyi artı 4'ten sonra tərs toxuyuram. Sonra yenə 7 düz. Bu 2 dənə boşluğun arasında ilməni tərs toxuyuruq. 4 də düz yenə. Bu da kənardakı 2 tərsdir. Böyük toxuyanda, böyütmək istəyirsinizsə toxuduğunuzu onu 8-8 artırırsınız. Arxadan bir də toxuyuram tərs, hamısı tərs toxunur arxa üzdən. İndi əvvəldən necə eləmişdiksə, yenə o tərsin yanındakiləri artıra burada necə eləmişdiksə belə. Burada da həll eləyirik. Burada da bunu belə toxumuşuq formada. Bu indi toxuduğumuzdur da əvvəl toxuduğumdur. Sağ olun, gəlin videomda görüşənə qədər.